Salam, kanalıma xoş gəlmisiniz. Eşitdiyimə görə nəticələr açıqlanıb. Ola bilər ki, pis hiss eləyirsən, ola bilər ki, bilmirsən ailənə necə deyəsən, ola bilər ki, məzuna qalmaqdan qorxursan. Mən ona görə buradayam. İstədim ki, sənə dəstək olum. Bu məzuna qal ya da məzuna qalma deyəcəyim bir video olmayacaq. Sadəcə reallıqdan, öz məzun hekayəmdən danışacağam və bu qərarı necə verməsiz ondan danışacağım. Ona görə videonu sona qədər izləyin. Gəlin ilk öncə mən özüm necə məzuna qaldığımdan danışım. Mən 2023 məzunuyam. Bildiyiniz kimi 2023 travma. Hamı üçün 2023 məzunları üçün 2023 imtahanı çox travma idi. Buraxılış çətin oldu. Blok tam xatırlamıram, blok da çətin idi deyəsən, amma buraxılış qədər deyildi də. Çox çətin oldu və qorxunc idi. Mən buraxılışda 240 bal topladım və ondan sonra bloka hazırlaşa bilmədim. Özümü toparlaya bilmədim. Heç bir şəkildə toparlaya bilmədim. Ona görə blokum da az gəldi. Blokumu tam xatırlamıram. Ümumi bal deyəcəm. Ümumi bal 520 bal toplamışdım. Və bu mənim məqsədimə gedən yolda bir maneə idi. Çünki 520 balla Tibb Universitetinin Tibb fakültəsini qazana bilməzdim. Amma ehtimal var idi ki, ballar düşsün. Mən ixtisas seçimi elədim və sadəcə Tibb Universitetinin ixtisaslarını yazdım. Evdəkilər də məni cəlb edirdilər ki, yazım, gedim, hara olsa gedim. Çünki biz əvvəl bu haqda düşünməmişdik. Mən özüm belə məzuna qalmaq haqqında düşünməmişdim. Və qorxuducu gəlirdi bu bizə. 520 balla mən sadəcə Tibb Universitetinin fakültələrini yazdım. Həmin il açılan deyəsən ya da bir il əvvəl açılan tibb bacısı ixtisası var idi. Məcburən, evdəkilər məcburən o ixtisasda yazdılar və mən o ixtisasa düşdüm. Və bu mənim üçün heç xoş bir o gecədən danışım. Avqustun sonuncu gecəsi idi. Biz imtahanın nəticəsini gözləyirdik. Saat 10-11 oldu. Biz dedik ki, artıq nəticələr çıxmaz. Yatdım. Telefonumu dit eləyib yatağımın yanına düşməsi ilə ayıldım ki, telefonuma zəhlər gəlir də. Ki, nəticələr çıxıb saat 12-dir. Xahiş edirəm. Dövlət İmtahan Mərkəzindən xahiş edirəm. Axşam nəticələri gecə açıqlamayın. Nə olar? Yəni, eləməyin bunu, eləməyin, travma. Nəysə, zəng elədilər ki, mənə cavablar çıxıb, bax. Mən bilirdim ki, tibb bacısı ixtisası gələcək və mən o ixtisası heç bir şəkildə istəmirəm. İstəmirəm də, yəni məcburən bir şeylər eləmək də istəmirəm, yəni məcburən. Açdım, mesaj gəldi və mən tibb bacılığı ixtisasına qəbul olmuşdum Azərbaycan Tibb Universitetində. Avqustun son gecəsi idi. Səhərsi gün hazırlıqlar başlayırdı, sentyabrın 1-i. Mən axşam yata bilmədim, təbii ki, o yuxusuzluqla çantamı doldurdum kitablarla. Getdim hazırlığa. Təsəvvür eləyin, 11-ci sinifi bitiribsiz, müəllimlər sizi yola salıb və sən çantanı yığırsan, hazırlıq kitablarını gedirsən sentyabrın 1-i hazırlığa. Təsəvvür eləyin, uşaqlar ora müəllimlərlə son dəfə görüşməyə, nə bilim, hara qəbul olduqlarını deməyə gəlib, siz belinizdə çanta gəlmişsiniz hazırlığa. Və heç nə düşünmədən, sadəcə evdən çıxdım ki, mən boğuluram. Çünki getmək istəmirdim. Getdim hazırlığa. Getdim, oturdum hazırlığa. Müəllimlər də mən başa düşdü. Çox sağ olsunlar. Bəzi müəllimlərim mənə həqiqətən də dəstək oldular. Yəni, yoxsa o solmaz qorxurdu. O solmaz çox qorxaq idi. Mən qəbul edirəm ki, o solmaz qorxaq idi. O solmazın arxasında heç bir insan olmasaydı, heç kəs ona düz eləyirsən, sən dəstəkləyirik, sənin potensialın var, sən qəbul ola bilərsən deməsəydi, o solmaz indi burada olmazdı. Ona görə birinci müəllimlərimə təşəkkür edirəm. Hər mənada mənə dəstək olduqları üçün onlara təşəkkürümü bildirirəm. Ya, xəyal idi bunu eləmək. İnanırsınız, yəni hər hazırlığa gedəndə deyirdim ki, mən Tibb Universitetində oxuyacağam, o müəllimlərə təşəkkür eləyəcəm oradan. Ya, nəysə.
Və hazırlığa getməyim, başlamam belə oldu. Yəni, mən 1 ay, 2 ay məzuna qalmaq haqqında düşünmədim. Çünki məndə bir anda oldu hər şey. Mən sadəcə evdən qaçmaq istədim. Evdən hazırlığa qaçdım və müəllimlərin məni dəstəklədiyini görüb məzuna qaldım. Və evdəkilər təbii ki də bunu dəstəkləmirdi. Çünki il-ildən pis gəlir. Ola bilər ki, gələn ballar qalxsın. Qəbul olacağının garantisini heç kim vermir kimi ifadələr deyirdilər. Haqlıydılar çünki mən qəbul ola bilmədim. Haqlıydılar çünki mən o birisi ildə qəbul ola bilmədim. 2024-də də buraxılış və blok imtahanlarına girdim və 555 bal topladım. Amma mən yenə qəbul ola bilmədim. Belə danışarkən gülürəm. Elə bilirsiniz, asan bir şeydir də, bu asan oldu. Amma heç elə olmadı. Yəni, burada güldüyüm qədər orada o vaxtlar ağlamışam. Yəni, çox çətin idi, çox çətin idi. Çünki evdəkilər razı değildi. Mən get-gedə ümidimi itirirdim. Psixologiyam bunu götürmürdü. Çünki yoldan keçən xala, sən kəsildin. Sən nə oldu abla, sən kəsildin, deyirdi. Hara düşsən ora gedərdin də deyirdi. Nə bilim, sən ballar qalxacaq, sən qəbul ola bilməyəcəksən deyirdilər. Nə bilim, gizlənirdim. Küçədə gedəndə, tanış adam görəndə yolumu dəyişirdim. Yəni, indi ola bilirsin ki, gülürəm. Amma qəlb qırıqlıqları ilə qalmış bir illərdir mənim üçün. Çünki biz millət olaraq yıxılana bir təpik də biz ataq deyirik. Ona görə də yıxılanı dəstəkləmək yerinə yıxılana bir təpik də biz atırıq. Belə bir məsələ var, amma yəni sizə reallığı danışıram. Belə şeylər yaşanacaq. Yəni sizdən soruşacaqlar ki, kəsildin, yenə kəsildin. Yəni neçə bal toplamışdın ki, nə bilim, bu il qəbul olacaqsan ki, mən hardan bilim? Ay xala, mən hardan bilim? Nəysə. Keyfimizi pozmuruq. Əsla keyfimizi pozmuruq. Nəysə, davamından danışım. Mənim 2023-də kəsildim və başladım yenidən hazırlıqlara getməyə. Və həmin il nələr baş verdi? Həmin buraxılışdan 282 bal topladım. Əvvəlki il 240 bal toplamışdım. Bu dəfə 282 bal topladım və super idi. Amma sonra məzun psixologiyasını qaldıra bilmədim. Bloku da çatdıra bilmədim, çünki bütün gücümü buraxılışa vermişdim. Mənim ən böyük səhvlərimdən biri də həmişə demişəm budur. Buraxılışa önəm verib bloku ikinci plana atmaq və bunun nəticəsində buraxılışdan sonra bloku qaldıra bilmədim. Və 555 bal topladım. Bu dəfə məzuna qalmağım elə də çətin olmadı. Çünki əslində bu hissəsini danışmaq istəyirəm ki, sosial mediada bir Reels videosu mənim qabağıma çıxmışdı. Bu Reels videosu mənim ikinci dəfə məzuna qalmağıma səbəb oldu. Yaxşı ki də səbəb olub, yəni düzüymüş o Reels. Reels'dan danışım. Yazırdı ki, öldükdən sonra, düşün ki, öldükdən sonra Tanrının, Allahın qarşısına çıxırsan və Allah sənə deyir ki, 3-cü dəfə yoxlamadın. 3-cü dəfə yoxlasaydın, olardı. Yəni, o qədər təsir elədi ki, bu mənə. O qədər gerçəyi idi ki, 3-cü dəfə yoxladım və oldu. Yəni, yoxlamasaydım, indi mən tibb bacısıydım. Yəni, tibb bacısı olmaq elə bir problem də deyil. Yəni, aşağılamıram heç cür. Sadəcə, mənim arzum bu deyildi. Mənim arzum tibb universitetində, tibb fakültəsində oxumaq idi. Ona görə də bilmirəm. Ona görə də o video mənim üçün çox özəldir. O fikir mənim üçün çox özəldir. Yəni, bir gün ölürsən və Tanrı deyir ki, 3-cü dəfə yoxlamamışdın. Bunu heç yoxlamamışdın. Amma bu mövzuda istedadım var idi. Heç yoxlamamışdın, deyir. Yəni, o anki peşmançılığı yaşamaq istəmədim. Və buradayam. Və bilirəm ki, bir gün Tanrının qarşısına çıxdığımda o deyəcək ki, yaxşı ki, 3-cü dəfə yoxladın. Mən buradan baxırdım və bilirdim ki, 3-cü dəfə olacaq. Amma yaxşı ki, 3-cü dəfə yoxladın. Nəysə. Mövzular keçək. Və mən 3-cü dəfə yoxladım. Yəni, 2-ci dəfə məzuna qaldım. 2023-də 11-ci sinifdə imtahan verdim, kəsildim.
2024-də ixtisas seçiminə gəlin. İxtisas seçimindən danışaq. Mən 555 bal topladığım il. 555 bal toplamışdım. Evdəkilər mənə yenə məcburən ixtisasları yazdırmağa çalışdılar. Və mən məcburən o ixtisasları yazdım. Sonra hamısını dəyişib sadəcə tip yazdım. Bir seçim var idi, o da tip. Qəbul olmayacağımı bilərək 555 balla bir ixtisas seçmişdim, o da tip. Çünki mən başqalarının yerini tutmaq istəmədim. Əvvəlki il Azərbaycan Tibb Universitetinin tibb bacılığı ixtisasına qəbul olmuşdum və mən getmədim. Və kiminsə yerini tutdum. Yəni kimsə ora qəbul ola bilərdi, mən o ixtisası yazmasaydım. Ona görə də sizə də tövsiyəm odur ki, ixtisas seçimində getməyəcəyiniz ixtisası yazmayın. Çünki kiminsə yerini tutursunuz. Yəni ona görə sonuncu il mən sadəcə ixtisas bildim ki, mən sadəcə tibb istəyirəm, sadəcə tibb yazdım. Bu dəliliyi elədim. Dəyişdirdim və sadəcə tibb yazdım. Və kəsildim. O mesaj gəldi. O mesaj, bəlkə də çoxunuz o mesajdan xəbərsizsiniz ki, kəsiləndə hansı mesaj gəlir. Yenə gecə Dövlət İmtahan Mərkəzi sağ olsun, yenə gecə saat 11-12 radələrində mesaj gəldi. Siz müsabiqə nəticəsində heç bir ixtisasa qəbul olmamışsınız. İzah eləyə bilmərəm bu hissi. Amma mənim üçün çox da çətin değildi. Çünki mən bir dəfə məzuna qalmışdım və bilirdim, hazır idim bu mesaja. Çünki sadəcə tibb yazmışdım, 555 balla da qəbul olmam mümkün değildi. Ona görə getdim hazırlığa. Yenə getdim hazırlığa, amma buraxılışım yüksək idi. 282 balla saxladım. Sadəcə blok fənlərinə hazırlaşdım və bu hazırlıq dönəmimdə, yəni 2024-cü ildə kəsildim. 2024-də başladım hazırlıqlara getməyə və bu dönəmdə çox şey öyrəndim. Fizikam yaxşı idi, kimyam biraz zəif idi, biologiyadan da zoologiya və botanikanı yadda saxlamaqda çətinlik çəkirdim. Nə etdim? Kimyadan daha çox üstünə düşdüm. Kimyadan daha çox testlər işləməyə başladım. Kimyadan, yəni ən çətin sualların belə üstünə getdim. Çünki üstüyə sualları çox çətin olurdu. Ona görə də mən əvvəlcədən çətin suallara hazırlıqlı olmalıydım. Yüksək dərəcədə kimyaya hazırlaşdım. Fizikaya da həmçinin davamlı, zaten fizikam yaxşı idi. Biologiyadan nə etdim? Gördüm ki, biologiya həqiqətən də yadımda qalmır. Sonra bir dənə söz var. Çox inandığım bir dənə söz var ki, sən bir şeyi kiməsə öyrədə bilirsənsə, o şeyi həqiqətən də bilirsən. Və mən biologiyadan hazırlıq keçməyə başladım. Çünki biologiyanı 27 yazmışdım. Yəni 2024-cü ildə blok imtahanında 27 dənə biologiya yazmışdım. Və mən başladım hazırlıq keçməyə və zoologiya və botanikanı sonda su kimi bilirdim. Çünki uşaqlardan sorça, o mövzuları danışa, izah edə artıq mən o mövzuların hamısını bilirdim. Və məqsədim biologiyadan 30 yazmaq idi. Yəni biologiyadan 150 tam bal toplamaq məqsədim var idi blok imtahanına girəndə. Blok imtahanına girdim. 28 deyəsən fizika yazmışdım. 29 kimya, bir dənə səhv kodlaşdırmışdım, o da 30. Nəysə 29 gözümün cavab biri. Bir də biologiyadan, situasiyada bir dənə mövzuda hələ də özümün düz olduğunu düşünürəm. Biologiyada o situasiya sualında mənə yarım bal yox, tam bal verilməli idi. Nəysə 29 onda 5 bal. 29 dənə sualı tam düz yazmışdım. 30-cu suala situasiyada yarım bal vermişdilər. Amma 150-dən nə qədər olduğunu tam xatırlamıram. Və ümumilikdə mən 370 bal topladım blok imtahanından. 282 balla topladıqda mən 651 bal toplamışdım. 651 bal. Və mən, yəni sevincimin həddi hüdudu yox idi. Çünki mən 3-cü dəfə imtahana girmişdim və bu dəfə qəbul olmuşdum. Bu dəfə inanmışdım. Bilirdim ki, Tanrı mənə 3-cüdə bunu mənə verəcəyinə inanırdım. İnanırdım və elə də oldu. Xeyirlisi, yəni çox xoşbəxtəm, heç peşman deyiləm. Yəni soruşurlar ki, 2 dəfə məzuna qaldığıma peşmansanmı? Heç peşman deyiləm. Niyə peşman olum ki? Nəysə, yenə
tək ixtisas yazdım. Və mənə onu unutdum demək. Həmişə soruşurlar ki, niyə heç bir ixtisasa qəbul olmamısınız mesajı gəlib sənə? Neçə bal toplamışdın ki? Elə bilirlər çox az bal toplamışdım, heç biri ilə qəbul olmamışdım. Sadəcə ixtisas seçimində bir ixtisas yazmışdım. Mən tək məqsədim tibbə qəbul olmaq idi. Bu dəfə də eyni şeyi elədim. Sadəcə tibb yazdım, amma bu dəfə fərqli olaraq 651 balla yazdım və qəbul oldum. Ay, çox şey oldu. Və hamıya göstərdim ki, istəyən, könlündə bir arzu olan bir şey deyim də, insanın əgər Allah onu sənə xəyal elətdiribsə, onu könlünə salıbsa, bu boşuna deyil. Bu həqiqətən də boşuna deyil. Yəni, bir bildiyi var, Belə, yəni belə. Ağlamamaq üçün gülürəm. Yəni, hiss edirsinizmi bilmirəm, amma həqiqətən də mənim üçün ağır illər idi. Çünki həqiqətən hər mövzuda sınanırdım. Yəni, ona görə də bugün gülürəm. Ağlamamaq üçün ya da salbaqlamamaq üçün gülürəm. Və bugün çox xoşbəxtəm. Bugün sizə məzuna qalın ya da məzuna qalmayın demək üçün burada deyiləm. Bugün mənim ehtiyac duyduğum dəstəyi o zamanlar sizə göstərmək istəyirəm. O zamanlar Solmazın YouTube-da axtardığı məzuna qalmaq videosunu tapmadığı o videodan çəkmək istəyirəm. Şimdi bilirəm ki, kiminsə buna ehtiyacı var. Sənə məzuna qal deməyəcəyim ya da məzuna qalma deməyəcəyim. Sənə necə seçim eləyəcəyindən danışacağım. Necə qərar verə bilərsən ki, məzuna qalasan ya yox. Gəlin məzuna qalmaq reallığından danışaq. Bu heç də utanılacaq bir mövzu deyil. Sən qınayanlar sən bacaranda utansın. Yəni, sən qınayanlar utansın. Sən niyə utanırsan? Utanılacaq bir şey heç deyil. Çünki addım atmayanlar, öz arzusu üçün bir şeylər etməyənlər utansın. Sən burada arzun üçün böyük addımlar atırsan. Yəni, məzuna qalmaq asan bir şey deyil. Heç deyil. Gəlin reallıqlardan birindən danışaq ki, məzuna qalmaq heç asan bir şey deyil. O məzun pis... Oyda... Elə bildim insan düşür. Binadan nəsə düşdü belə. Paltar idi o. Qorxdum. İnsan deyilmiş uşaqlar. Qorxdum biraz. Harada qalmışdıq? Məzun psixologiyası. Məzun psixologiyası özü heç asan bir şey deyil. Çünki heç kim sənə garanti vermir ki, hər gün motivasiyalı olacaqsan. Motivasiyanın itdiyi günlərdə olacaq. Yəni, yorulduğun günlərdə olacaq. Hətta sənə bir şey danışım ki, universitetdən story paylaşan dostlarını görüb özünü geridə qalmış hiss edəcəksən. Düşünəcəksən ki, onlar irəliləyir, amma sən olduğun yerdə qalıbsan. Amma düşün ki, sən də öz gələcəyin üçün addımlar atırsan. Sən də ileriyə gedirsən. Sən geridə qalmırsan ki. Yəni, bu reallığı biri deməlidir. Gəlin, məzuna qalım yoxsa yox deyə düşünürsünüzsə, qərar verməyiniz üçün sizə 3 dənə sual deyim. Birinci sual. Siz həqiqətən də nə istəyirsiniz? Yəni, başqalarının gözləntilərinə görə məzuna qalmaq istəyirsiniz? Evdəkilər həkim ol ya da nə bilim hüquqşünas ol deyə düşünür, deyə məzuna qalmaq istəyirsiniz? Yoxsa özünüz həqiqətən də həkim olmaq istəyirsiniz? Yəni, bunu qərar verməlisiniz. Yoxsa başqa xalqın uşağı girdi, mən girmədim, mən də məzuna qalım, girim deyə düşünürsünüzsə, qətiyyən məzuna qalmayın. Yəni, davam edə bilməyəcəksiniz bu psixologiya ilə, bu düşüncə ilə. Gəldik ikinci suala. Düşünün ki, bir il ərzində bu ildən fərqli siz nə edə bilərsiniz? Yəni, siz bu il etdiklərinizin eynisini edəcəksinizsə, niyə qəbul olasınız? Yəni, özünüzdə etdiyiniz səhvi tapın. Yəni, daha mı az oxudunuz, daha mı məsuliyyətsiz idiniz, yoxsa daha az mı test işlədiniz, yoxsa yadınızda qalmırdı, yoxsa imtahanda stres yaşadınız? Bunu dəqiqləşdirməlisiniz. Əgər həmən il, bu məzuna qalacağınız il eyni səhvləri etsəniz, təbii ki də qəbul ola bilməyəcəksiniz. Bu haqda çox düşünməlisiniz ki, səhviniz nədə olub. Qaldı üçüncü sual. Üçüncü sualda demək istəyirəm ki, siz özünüzdən soruşmalısınız ki, bu yolun çətinliklərini qəbul edirsinizmi? Yəni, bu yolun çətinliklərini bilirsinizmi?
Məsələn, ilin ortasında motivasiyanız bitdi olacaq. Davam etməyə heç bir motivasiyanızın qalmadığı olacaq. O hallarda belə davam edə biləcəksinizmi? Dostlarınız universitetdən story paylaşanda ona baxaraq, baxsaz belə pis hiss eləmədən, pis hiss eləsəz belə davam edə biləcəksinizmi? Yəni, başqalarının düşüncələri sizi narahat eləsə də davam edə biləcəksinizmi? Bəli, düşünürəm ki, bu sualları özünüzə versəniz, səmimiyyətinizlə və inanaraq. Deyirəm ki, siz qəbul ola bilərsiniz, məzuna da qala bilərsiniz. Amma demək istəyirəm ki, bu sualları özünüzə versəniz, başa düşəcəksiniz ki, siz başqalarının istəklərinə görə, başqalarının həyatına görə qərar verirsiniz, yoxsa öz düşüncə tərzinizə, öz həyatınıza uyğun qərarlar verirsiniz. Bu üç sualla buna qərar verə bilərsiniz. Məzuna qaldığım il mən nələri fərqli etdim ki, qəbul oldum. Telefona daha az baxdım. Səhvlərimi daha çox analiz elədim. Biraz belə şübhəm qalan sualları müəllimdən soruşmaqdan çəkinmədim. Saat neçə olur olsun. Sonra yuxu rejimimə çox diqqət elədim. Çox saatlar yox, keyfiyyətli dərs oxudum və çoxlu təkrar elədim. Həqiqətən də təkrarın yeri çox böyükdür. Çoxunu soruşursunuz ki, necə plan qururdum, necə saatlarla dərsin başından ayrılmırdım, necə səhvlərimi analiz eləyirdim. Bu haqda danışmaq istəyirəm, necə plan qururdum. Mən çox vaxt plan qurmamışam, yəni plan quran bir şagird olmamışam. Sadəcə hazırlıqlara gedirdim və hazırlıqda keçilən dərsi həmən gün öyrənməyə çalışırdım. Məsələn, bugün hazırlıqda müəllim mənə deyək ki, genetikanı keçib. Gəlib genetikanı həmin gün isti-isti oxuyurdum. Müəllim başa salmışkən oxumaq daha keyfiyyətlidir, həqiqətən də daha keyfiyyətli və bir dəfə gəlib oxuyurdum. Sonra hazırlıqdan bir gün əvvəl oxuyurdum və bir sonraki hazırlığa kimi o dərsi mən 2 dəfə oxumuş olurdum. Və tamamən anlayırdım. Yəni, bu çox keyfiyyətli bir şeydir. Yoxlayın, yəni görəcəksiniz ki, həqiqətən də mükəmməl bir şeydir. Bir də bu stresi azaldırdı. Çünki mən hazırlıqdan gəlib hazırlığım dərsini oxuduğuma görə sonra narahatçılığım qalmırdı. Ağlımda ki, mən dərs oxumalıyam. Dərsimi oxumuşdum. Sonra dərs başında necə saatlarla otururdum. Mən çox dərs başında saatlarla oturan bir şagird olmamışam. Ən az 1 saat, ən çox 2 saatdan sonra mən bezirdim. Bunu necə eləyirdim? 1 saat full Pomodoro texnikası var məsələn. Onu çox vaxt 25 dəqiqə dərs 5 dəqiqə fasilə kimi eləyirlər. Amma o faydasızdır. Mənim üçün faydasız idi. Mən də 1 saat dərs 10 dəqiqə fasilə kimi eləyirdim. 1 saat dərs eləyirdim, 10 dəqiqə fasilə verirdim. Fasilədə də telefona baxmırdım. Fasilə telefona baxmaq üçün deyil. Çünki siz fasilədə telefona baxdığınızda təzədən dərsə qayıtmaq problem olur. Adaptasiya çox, yəni odaklana bilmirsiniz heç bir şəkildə. Çünki ağlınız telefonda qalır. Tövsiyəm odur ki, günlük telefona baxmağa 1 saat arası. Məsələn, günün bu saatı 8-dən 9-a kimi telefona baxacağam. Qalan vaxtlarda heç bir şəkildə telefona baxmayacağam. Bu qərarı özünüzə verdikdə siz dərs oxuyarkən ağlınıza telefon gəlmir. Çünki telefona baxma saatınız deyil. Bu dəqiqə dərs oxuma saatınızdır. Yəni, zehninizi, siz iradənizi alışdırırsınız ki, siz dərs oxumalısınız. 1 saat oxuyurdum, 10 dəqiqə fasilə verirdim. Fasilədə telefona baxmırdım. Evdəkilərlə danışırdım, çay süzürdüm, kofe hazırlayırdım. Atışdırmalıqlar qoyurdum yanıma, özümə hədiyyə kimi və s. Sonra nə sual qaldı? Səhvlərimi necə analiz edirdim? Bizim səhvlərimiz o mövzuda qalan əksikliklərimiz kimidir. Yəni, bunun üstündə çox durmaq lazımdır. Mənim səhv dəftərim var idi. Səhvlərimi başlayırdım oraya yazmağa. Səhv yazdığım sualı oraya yazırdım. Sonra səhv yazdığım sual hansı mövzudandır? O mövzunu yenidən oxuyurdum. O mövzunun yenidən tapa bildiyim qədər çox testini işləyirdim. Bilmədiklərimi müəllimdən soruşurdum. Və tamamilə bir də gələcəkdə o sual qabağıma çıxsa, o mövzudan sual qabağıma çıxsa, səhv yazmayacağımı özümə garantilirdim. Özümdə özgüvən yaradırdım. Yəni, addım-addım özümdə imtahanda özgüvən yaradırdım ki, məndə stres də olmasın. Yaza bilməyəcəyim sual, bilmədiyim mövzu qabağıma çıxmasın.
Yəni bu da çox böyük bir şeydir. Çünki stressimi azaltdı bu mənim. Mən imtahana gedəndə düşünürdüm ki, mənim bilməyəcəyim bir sual yoxdur. Həqiqətən də yox idi mənim bilməyəcəyim bir sual. Sadəcə biraz diqqət səhvləri olmasaydı, keş olmasaydı, nəysə. Səhv dəftəri tuturdum, səhvlərimi oraya yazırdım, səhvlərimə çox diqqət edirdim. Arada açıb yenidən səhvlərimə baxırdım. Bu qədər. Dərs öyrənmə metodum da nə idi? Dərs öyrənirdim, sonra öz-özümə danışırdım. Və hansı hissə yadımdan çıxıbsa, hansı hissəni səhv danışdımsa, o hissəni təzədən oxuyub, o hissəni təzədən öz-özümə danışırdım. Axıra kimi axıcı bir şəkildə danışa bilənə kimi. Bu qədər. Tövsiyələrim bu qədərdir. Sizə məzuna qalmaqla bağlı. Sonda isə sizə yazdığım sətirləri oxumaq istəyirəm. Əgər bu videonu izləyirsənsə, deməli hələ vaz keçirəmsən. Bu isə düşündüyündən daha böyük bir addımdır. Mən sənin yerində olmuşam. Sənin qorxduğun şeyləri mən də yaşamışam. Amma bir şey öyrəndim. Həyat insanları sınayır. Əsas olan yenidən ayağa qalxmağı bacarmaqdır. Əgər məzuna qalmağa qərar verirsənsə, ümid edirəm ki, bu video bir il sonra yenidən qabağına çıxanda mən kimi gülümsəyərsən. Videonu bura qədər izlədiyinə görə sənə təşəkkür edirəm. Məni dinlədiyinə görə də sənə təşəkkür edirəm. Əgər sənə dəstək oldumsa, çox xoşbəxt olaram. İndi səndən sadəcə bir şey istəyəcəm. Şərhlərə gələn ilki sənə bir mesaj yaz. Hansı ki, gələn ilki sən, arzularına çatan sən, oxuyanda gülümsəsin o mesaja sadəcə. Mesajların hamısını oxuyacağım və öpürəm.